Təbii ki, atəşkəs ilk növbədə Ukrayna tərəfi qeyd edir ki, Ukraynanın təklifi bundan ibarətdir ki, indiki hər hansı bir torpaq güzəşti getmir, Krım məsələsi növbəti mərhələyə saxlanılır, amma indiki xəttlə atəşkəs elan olunur. Amma Rusiya tərəfi də buna getmir. Rusiya tərəfi yalnız bunun müqabilində Donbasın inzibati sərhədlərindən çıxmaqla Ukrayna qoşunlarının tamamilə bu Donbasdan geri çəkilməsini tələb edir. Bunu da Ukrayna istəmir və ona görə də mən düşünürəm ki, ilk növbədə burada tərəfləri atəşkəsə məcbur etmək üçün, xüsusilə Rusiyanın atəşkəsə cəlb etmək üçün Ukraynaya indiyə qədər hərbi yardımları necədirsə daha da davam etdirmək və raketlər vermək. Baxın, Ukraynaya Qərb kifayət qədər silahlar verdi, müəyyən qədər Rusiya danışıqlar masasına gəldi. Əvvəl 5 regionu istəyirdi, indi Donbasdan kifayətlənir. Yəni, Rusiya tərəfi yalnız güc dili ilə başa salmaq olur. Qərbin də anlayışı bundan ibarətdir. Məhz Polşanın da baş naziri də, Almaniyanın kansleri də qeyd edir ki, Rusiya ilə ancaq güc dilində danışmaq lazımdır. Yalnız bu müstəvidə Rusiya çox ciddi şəkildə güzəştlərə gedəcək. Amma hazırki müstəvidə mən düşünürəm ki, Budapeşt danışıqlarda nəticəsiz olacaq. Düzdür. Nəticəsiz olacaq. Bəli, Putinlə Trump razılaşa bilər. Amma bu müharibə təkcə Putinlə Trumpın müharibəsi deyil. Burada Avropa ölkələri var. Fransadır, Böyük Britaniya, Almaniya, Polşa, Ukraynanın özü də bu günləri artıq ABŞ-siz müharibəni aparmaq iqtidarındadır. Çünki Ukraynanın Flamingo raketləri var. Mənzili 3000 kilometrə yaxındır. Neptunları var. Həmçinin Böyük Britaniyadır, Danimarka, Almaniya, Ukraynanın müasir silahlara istehsal, həmçinin balistik raketlərin istehsal istiqamətində yeni zavodlar tikiblər, mərmilər istehsal olunur. Artıq Ukrayna öz silah ixracını, özünü silahla təmin etmək üçün 60%-ə gəlib çıxıb. Yəni, bu sıradan bir hadisə deyil. Yəni, Ukrayna kifayət qədər özünü silahla təmin edib. Təbii ki, Avropa ölkələri ilə birgə. Ona görə də Amerika Birləşmiş Ştatlarından təbii ki, müəyyən kəşfiyyat məsələsində asılılıq var. Həmçinin Amerika Birləşmiş Ştatlarından maliyyə cəhətdən müəyyən asılılıq var. Amma Amerikasız da Avropa ölkələri, Ukrayna Rusiya ilə müharibəni davam etdirmək iqtidarındadır.